Azərbaycanda ənənəvi qoz fındıq növləri ilə yanaşı, açarla qoz kimi tanınan egzotik makadamiya qozu da satışda tapılır. Bu, vətəni Avstraliya olan həmişə yaşıl bir ağacın meyvəsidir. Avstraliyadan əlavə, makadamiya Cənubi Afrika, Braziliya, ABŞ, Çin və digər ölkələrdə də yetişdirilir. Makadamiya qozu dairəvi formadadır. Ölçüsünə görə fındıqdan təxminən 2 dəfə böyüdür və rənginə görə şabalıdı xatırladır. Onun əsas xüsusiyyəti son dərəcə möhkəm qabığa malik olmasıdır. Bu səbəbdən onu adi qoz qıranla sındırmaq mümkün deyil. Buna görə də makadamiya qozları satışa qabığında xüsusi texniki vasitələrlə əvvəlcədən kəsik açılmış şəkildə çıxarılır. Alıcılara qabığı rahat açmaq üçün kiçik metal açar verilir. Bu açarın köməyi ilə kəsik yeri asanlıqla açıla bilər.